Adın nədir? Ləfqan. Ləfqan, hardansan sən? Hansı kənddənsən? Daşbaqdan gəlmişik. Necə oldu, niyə gəldiniz? Niyə çıxdınız kənddən? Ermənilər qovdu. Qovdu. Ləfqan, ayağına nə olub qızım? Meşədə qaçanda oldu. Nə oldu ayağına? 3 günlük qarın içində qaldım. Buzladı, hə, ayağını. İndi necəsən, ay Ləfqan? Yaxşı. Ay, sağ ol. Böyük qız olasan, ay Ləfqan. Qocalıda cəmaatı güllələdilər. Kimisini tutdular, kimisini güllələdilər. Biz də evdəydik, çıxmırdı. Birdən gəldilər, ev oxurjeniyi aldılar. Dedilər, çıxın, çıxmadıq. Siz hara qaçdınız onda? Qaçıb eləmədik. Evdə də qaldıqda çox oldu. Bütün evi ortaya almışdılar. Biz ortada qalmışdıq evin içində. Hər tərəfdə də erməni idi, oxurjeniyi almışdılar. Bizim evin dalındakı evləri zadı yandırmışlar, cəmaat